Salam, hər vaxtınız xeyir. Bugünkü mövzumuz ekvatorial iqlim qurşağıdır. Ekvatorial iqlim qurşağı əsas iqlim qurşaqlarından biri olub, həm şimal, həm cənub yarımkürəsində yayılmışdır. Ekvatorial iqlim qurşağında il boyu ekvatorial hava hakimdir. Ekvatorial hava kütləsi hakim olduğu üçün il boyu isti və rütubətli, yağıntılı hava mövcuddur. Burada orta illik temperatur müsbət 25, müsbət 28 dərəcə Selsi arasında dəyişir və illik yağıntının miqdarı 2000-3000 mm təşkil edir. Ekvatorial iqlim qurşağında həm buxarlanma, həm də buxarlanma qabiliyyətinin kəmiyyəti yüksəkdir. Lakin buxarlanmanın kəmiyyəti buxarlanma qabiliyyətindən daha yüksək olduğuna görə, yəni yağıntı buxarlama qabiliyyətindən, mümkün buxarlanmadan yüksək olduğu üçün ekvatorial iqlim qurşağında rütubətlik əmsalı vahiddən böyükdür. İl boyu ancaq bir fəsil, yəni il boyu rütubətli yay fəsli hakimdir. Alçaq təzyiq qalxan hava mövcuddur. Səpələnən radiasiyanın kəmiyyəti yüksəkdir. Yüksək buludluluq hakimdir. İl boyu yüksək temperatur olur və həm sutkalıq, həm də illik amplituda ekvatorial iqlim qurşağında aşağıdır. Sutkalıq amplitudanın kəmiyyəti illik amplitudaya nisbətdə yüksəkdir. Lakin hər iki amplituda, yəni temperatur fərqi aşağıdır. Bol yağıntı səciyyəvidir. İl boyu çaylar bol sulu olur. Sıx çay şəbəkəsinə malikdir. Kimyəvi aşınmanın yüksək getdiyi iqlim qurşaqlarından biridir. Həmçinin geniş bataqlıqlar, zəngin bitki örtüyü səciyyəvidir. Ekvatorial iqlim qurşağı Cənubi Amerika materikində, Afrika materikində və həmçinin Cənub-Şərqi Asiya regionunda yayılmışdır. Cənubi Amerika materikində Amazon çayının sahilləri Amazon ovalığında geniş bir sahə tutur. Afrikanın əsasən qərb sahilləri mərkəzi hissələrində, Kongo çayının hövzəsində, həmçinin Kongo çökəkliyi ərazisində, Niger çayının mənsəbi, Qvineya körfəzinin şimal hissələri ekvatorial iqlim qurşağıdır. Afrikada ekvatorial iqlim qurşağı tam zolaq əmələ gətirmir. Bunun səbəbi Şərqi Afrika yaylasının hündür olmasıdır. Yəni, bura yüksək ərazi olduğuna görə Şərqi Afrika yaylası bildiyimiz kimi Afrikanın ən hündür nöqtəsidir. Burada Kilimanjaro vulkanı 5895 metrlə Afrikanın ən yüksək yerini təşkil edir. Və bu ərazilər yüksək dağlıq olduqları üçün orada ekvatorial iqlim qurşağı öz xüsusiyyətlərini itirir və buna görə də Afrikada tam zolaq əmələ gətirmir. Cənub-Şərqi Asiyada, həmçinin Cənubi Asiyada Şri-Lanka adasının cənubu, Malakka yarımadasının cənubu, Filippin adasının cənubu, Cənub yarımkürəsində isə Yava adasının şimalı, Yeni Qvineya adasının şimalı və Sumatra, Kalimantan və Sulawesi adaları bütövlükdə ekvatorial iqlim qurşağında yerləşir. Ekvatorial iqlim qurşağında ölkələrindən də həmçinin Braziliyanın müəyyən hissələri, Ekvador əraziləri, həmçinin Kongo, Kongo Demokratik Respublikasının ərazisi, İndoneziyanın ərazisi, inkişaf etmiş ölkələrdən Sinqapurun ərazisi ekvatorial iqlim qurşağı zonasında, həmçinin Filippinin və Malayziyanın cənub hissələri də ekvatorial iqlim qurşağında yerləşir. Ekvatorial iqlim qurşağında yerləşmiş şəhərlərdən biz Libreville, Brazzaville, Kinshasa kimi paytaxt şəhərlərini deyə bilərik.